Dostlar, bugün Andaluziyanın daha bir şəhərinə, Kordova şəhərinə gəldik. Kordova çox böyük tarixi keçmişi olan bir şəhərdir. Burada vaxtı ilə kimlər hakimiyyətdə olmayıb. Məsələn, ayaq bastığım saat körpü Puente Romana, yəni Roma İmperiyası vaxtında tikilən bir körpüdür. Qalanı gördünüz və bu körpü də Guadalquivir çayının üzərində tikilib. Bir neçə körpü var, amma bu ən məşhurdur. Təsəvvürünüz, Roma İmperiyasının vaxtında tikilən bir körpüdür. Şəhəri ikiyə ayırır bu çay və o mərkəzi də bax buradır. Gördüyünüz əzəmətli bina Maskita deyirlər, yəni İspanca məscid. O məscidə mən sabah inşallah gedəcəm. Kordovanın ən möhtəşəm məscididir. Onun içərisində qəribə də olsa bir kilsə də var. Amma onun haqqında sabah danışaram sizə. Bugün biz gəldik, axşamüstü gəldik. Məscid bağlanmışdı və sol tərəfdə günəş də batır görürsünüz. Sol tərəfdə məşhur Alcasır, yəni burada müsəlman hakimiyyətində olan Əməvilər nəslinin nümayəndələri, hansı ki Kordova dedilər, Kordova xilafəti yaratmışdılar. Onun padişahları burada otururdular, yəni xəlifələr otururdular burada. Onu da sabah inşallah ziyarət edəcəyəm.